Nəsrəddin Tusi adına Sumqayıt 12 nömrəli tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əlamətdar tədbir keçirilib. 2D sinifinin sinif rəhbəri Günay Abdullayevanın təşkilatçılığı ilə baş tutan Hər birimiz bir çiçək adlı bayram tədbiri şagirdlərin parlaq istedadını və zəngin dünya görüşünü bir daha nümayiş etdirib. Tədbirdə şagirdlər bir-birindən maraqlı şeirlər söyləyib, vətənə, uşaqlığa və sülhə dair mahnılar səsləndiriblər. Rəngarəng səhnəciklər, milli və müasir üslubda təqdim olunan rəqslər isə tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Hər bir çıxış uşaqların təkcə istedadını deyil, həm də onlara məsuliyyətli, intizamlı və yaradıcı fərdlər kimi formalaşdığını ortaya qoyub. Bu gözəl tədbirin ərsəyə gəlməsində xüsusi zəhməti olan Günay Abdullayevanın peşəkarlığı və pedaqoji sevgisi alqışa layiqdir. O, sinif rəhbəri kimi təkcə dərs deyib bilik götürməklə kifayətlənmir. Eyni zamanda şagirdlərin mənəvi estetik tərbiyəsinə böyük önəm verir. Onun diqqəti və qayğısı nəticəsində balaca fidanlar həm akademik biliklərə yiyələnir, həm də yüksək vətənpərvərlik ruhunda formalaşır. Məktəbin direktoru Reyhan Baxşıyevanın rəhbərliyi ilə qurulan peşəkar pedaqoji kollektivin məqsədyönlü fəaliyyəti də öz bəhrəsini verir. Təhsil ocağında uşaqlar təkcə dərs mühitində deyil, ictimai tədbirlərdə də fəallıq göstərir. Milli mənəvi dəyərləri mənimsəyərək cəmiyyətə yararlı vətəndaş kimi yetişir. Bizim hər bir şagirdimiz bir çiçəkdir. Onları sevgi və qayğı ilə böyütmək bizim ən ümdə borcumuzdur, deyə müəllim Günay Abdullayeva tədbirdə çıxışı zamanı bildirib. Bu kimi tədbirlər uşaqların həm özlərini ifadə etməsinə, həm də cəmiyyətdə sağlam əlaqə qurmasına geniş imkan yaradır. Bu bayramda balaca fidanların nümayiş etdirdiyi ədəb-bədii kompozisiyalar təkcə iştirakçıları duyğulandırmayıb, həm də uşaqların istedadını, yaradıcılıq potensialını və dünya görüşünü dolğun şəkildə ortaya qoyub. Tədbirdə şagirdlər Azərbaycan klassik və müasir ədəbiyyatından seçilmiş parçaları bədii şəkildə təqdim ediblər. Onların dilindən səslənən vətən, ana, bayraq, sülh mövzusunda şeirlər izləyicilərə qürur və duyğu dolu anlar yaşadıb. Onların sərbəst nitqi, səhnə mədəniyyəti, seçilən mövzularda şeirlər və səhnəciklər şagirdlərin yüksək səviyyədə hazırlandığını göstərib. Tədbir boyu səslənən vətənpərvər notlar, ailə dəyərləri və müəllim sevgisi ilə dolu çıxışlar hər kəsin qəlbinə toxunub. Valideynlər və qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Bütün bu məqamlar bir daha sübut edir ki, 12 nömrəli tam orta məktəb güclü baza, savadlı pedaqoji heyət və vətənə, təhsilə sevgi ilə yanan rəhbərlik sayəsində Azərbaycanın gələcəyi olan gənc nəslin yetişdirilməsində özünə məxsus və əvəzsiz rola malikdir.